Mən 2 ildir Temudan kargo açmırdım. Dedim bugün olar. Temudan sifarişlərim var. İstədim ki, bunları sizinlə bərabər açım. Başlayaq bu balaca paketimizdən. Bu da əsasən geyimdir. Belə bir kofta sifariş eləmişəm. Qol hissələri, bir də boyun hissəsi belə köynək sarışqa tiplidir. Belə də bəyəndim, amma deyim ki, o qədər də qalın deyil. Material da normaldır. Digərinə oxşuyur. Bunda biraz fərqlidir. Bu hissəsi belə qatlanır və belə bu formada olur. Digərində isə məncə qatlanmırdı, ona fikir vermədim. Bu daha qalındır, o belə deyək, daha dar idi. Bu isə belə boşdur. Görürsünüz, amma qollar falan eynidir. Bunu mən daha bəyəndim, çünki bu havalarda daha yaxşı. Mən nə sifariş eləmişim? Bunun adını unutdum, amma video falan çəkmək üçündür. Daha videolarını yəqin ki, bunda çəkəcəm. İstənilən formada sabitlənən olur, bayağı da uzundur. Bunu da sevdim. Əslində yığıb qoysam daha yaxşı idi. Yenə də bir kofta. Əslində bəzən alıram, sonra alandan sonra deyirəm ki, mən bunu niyə aldım, o qədər də bəyənmirəm. Onda da qaytarıram. Temunun ən çox sevdiyim şeydir. Hissəsində düymə detalları var, qollarında da eyni qaydada yenə belə detalları var. Bunu da bəyəndim. Əslində qalındır, bu havalarda rahat şəkildə giyinə bilərəm. Bugünlük aldıqlarım bu qədər. Növbəti videoları yenə sizinlə paylaşacağım. Aldığım məhsulları yenidən geyinib yoxlayacağım. Əgər bədənimə tam şəkildə oturmayan bir məhsul varsa, onu da qaytaracağım və qaytarılma videosunu da sizinlə paylaşacağım. Növbəti videolarda görüşərik. Hələlik.